hər bir insan, hər bir müsəlman bu dünyada xoşbəxtlik axtarır, qardaşlar. Hər bir, hətta cahil, hətta kafir də öz bu həyatda xoşbəxt olmaq istəyir. Lakin görürsən ki, yollar müxtəlifdir. Həqiqətən də yəni xoşbəxtliyə çatmaq istəyən insanların yolları müxtəlifdir. Hərə bir yolla çatmaq istəyir xoşbəxtliyə. Lakin həqiqi xoşbəxtlik, həqiqi səadət nədədir, qardaşlar? Necə Muhammed İbn Abdülvahhab rahimehullah öz Qavaidul Arba kitabında, risalədir. O kitabda kitabı oxuyanlar üçün dua eləyir. Deyir ki, əsəlullahə, Allahdan istəyirəm ki, yəni kim ki o kitabı oxuyacaq, onun üçün dua eləyir, rahimehullah. Əsəlullahə ən yec'aləni və iyyəkə, məni və səni, mimmən idə u'tiyə şəkar və idə butuliyə sabar və idə əznəbə istəğfar. Səni və məni nemət gələndə şükür edənlərdən etsin və bəla gələndə səbr edənlərdən etsin və günah etdikdən sonra istiğfar diləyənlərdən etsin. Yəni, dua edir Muhammed ibn Abdülvahhab. Və sonra buyurur ki, فَإِنَّ فَحَوْلَاءِ عُنْوَانُ السَّعَادَ. Bu üç şey deyir, səadətin ünvanıdır deyir, xoşbəxtliyin. Bu dünyada və axirətdə. Bu üç şey səadətin deyir, ünvanıdır. Yəni Muhammed ibn Abdülvahhab bunu elə-belə deməyib, qardaşlar. Həqiqi səadətin, xoşbəxtliyin ünvanı bu üç şeydədir. Ona görə İbn Qeyyim rahimehullah buyurur ki, insan yaşadığı müddətdə bu üç şeydən kənara çıxmır. Ya nemət gəlir, ya şükür edəcək, etməyəcək, ya bəla gəlir ona, ya səbr edəcək, etməyəcək, ya da o insan günah eləyir, ya istiğfar edəcək, ya da istiğfar etməyib, həlak olanlardan olacaq. Yəni insan bu üç şeydən kənara çıxmır. Halı, bu dünyadakı halı ayrılmır bu üç şeydən. Bu üç şey, qardaşlar, səadətin ünvanıdır. Yaxşı, bu üç şey nədir, qardaşlar? Birincisi, nemətə şükür etməkdir. Nemətlərə şükür etmək. Yəni insan, hər birimiz, qardaşlar, yəni görürük ki, Allah Taala'nın bizə olan neməti nə qədərdir? Saysan, qurtara bilmərsən. Nemətlər nə qədərdir? Allah Təbaraka və Teala biz istəmədən bizə nemətlər verir. Bəxş edir bizə nemətləri. Lakin necə səadət, xoşbəxt ola bilərsən, nemət gələndə, nemətə şükür etmək. Nemətə şükür etmək, qardaşlar, necə olur? Yəni, nemət gələndən sonra necə bilə bilərsən ki, xoşbəxtsən? Şükür etməklə. Şükür necə olur? Şükür üç cür olur, qardaşlar. Şükür etmək üç cür olur. Birincisi qəlblə, ikincisi dillə, üçüncüsü bədən üzvlərindən, orqanlardan, yəni zahirdə. Bu üç şey tamamlanmalıdır ki, sən şükür edən sayılasan, yoxsa sayılmayacaqsın. Şükür edən sayılmayacaqsın, həlak olacaqsın. Şükür etmək nədir hökmü, qardaşlar? Müstəhəb yoxsa, mübahdır yoxsa, vacibdir. Vacibdir. Yəni etmirsən, günah daşıyırsan. Hə? Vacibdir, qardaşlar. Hardan bildik? Ya ehtiyat eləmə, rahat. Hardan bildik? Allah Təbaraka və Teala öz mübarək kitabında buyurur ki, Ənişkur li və li valideyk. Mənə və valideynivə şükür et. Yəni, təşəkkür et. Əmr edir Allah Teala. Başqa bir ayədə buyurur ki, وَشْكُرُوا لِي وَلَا تَكْفُرُونَ. Mənə şükür edin, mənə küfür etməyin. Deməli, əmr formasında gəlib, وَشْكُرُوا لِي, mənə şükür edin, nəyə dəlalət edir? Vacibliyə. Yəni, Allah Teala nəyi əmr edirsə, əmr formasında gəlib, artıq vacibliyə dəlalət edir. Ona görə şükür etmək vacibdir, qardaşlar. Şükür etmək Allahın nemətinə vacibdir. Və həm də ikinci bir məqam. Allah Təbaraka və Teala şükür edən qulundan razı qalır. Allah Teala şükür edən qulundan razı qalır. Şükür Allahın məhəbbətini əldə etmək üçün ən böyük əməllərdəndir. Qəlb əməllərdən. Allah Təbaraka və Teala Adəm aleyhissələmi xəlq edəndə belindən zürriyyətini çıxardır. Yəni, bütün sonuncu insana qədər belindən bütün zürriyyətini çıxardır və görsədir Adəmə. Qoyur qarşısına, görsədir Adəmə. Və Adəm aleyhissələm baxır, biri xoşbəxtdir, biri bədbəxtdir, biri imtihan olunur, biri imtihan olunmayacaq, biri xəstə, biri sağlam. Baxır, öz zürriyyətinə baxır Adəm aleyhissələm. Deyir ki, ya Rabb, Ləv səvvəytə beynə ibadik. Ya Rab, kaş ki, yəni sən insanların, yəni qullarımın hamısını bir edərdin, bir. Yəni belə fərqləndirməzdin. Nə deyir Allah Təbaraka və Teala? Deyir, ya Ədəm, ey Adəm, inni
uhibbu ən uşkar. Mən şükür olunmağı sevirəm, deyir. Yəni, biri xəstə olacaq, biri varlı olacaq, nemətim onun üzərinə gələcək, şükür edəndə sevirəm. Buna görə Allah təbaraka və teala belə edib. Buyurur ki, mən şükür olunmağı sevirəm. Yəni, şükür etmək Allahın məhəbbətini qazanmaq üçün ən böyük səbəblərdəndir, qardaşlar. Bu hədis bizə öyrədir. Bu hədis bizə bunu öyrədir. Lakin, necə təhqiq etmək olar? Və ya yəni buna məsələyə girməmişdən qabaq, Peyğəmbər sallallahu aleyhi ve sellem səhabəyə öyrədir, səhv eləməmişsin, Muaz radiyallahu anhu öyrədir ki, لا تدعن في duburi kulli salatin. Hər namazın axırında bu duanı etməyi tərk eləmə, deyir. Allahümmə a'inni ala zikrikə və şükrikə və husni ibadətik və şükrik. Allahım mənə yardım et, sənə zikr edim və şükür edim. Fikir ver. Zikir, şükür, bir də gözəl ibadət etməyi. Allahdan istəyir ki, yardım etsin ona. Və şükür də oradandır. Ona görə şükür etmək, yəni kimə verilibsə, Allah Taala tərəfindən ona ən böyük nemət verilib. Hər adam nemətə şükür eləmir, qardaşlar. Hər adam nemətə şükür eləmir. Bütün nə üzərində nemət varsa, hamısı Allahdandır. وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ Allah Taala buyurur ki, elə bir nemət yoxdur ki, sizdə olsun, o Allahdan olmasın. Yoxdur elə bir nemət. Ona görə 3 şey təhqiq olunsa, yerinə yetirilsə, şükür edənlərdən sonra qəlbən, qəlblə şükür etmək. Necə? Yəni, sən etiqad etməlisən ki, o neməti verən Allahdır. Çünki nəyə görə? Yəni, insana nemət gələndə şeytan vəsvəsə gətirir sənə. Şeytan vəsvəsə salır ki, bu neməti başqasına nisbət edəsən. Deyəsən ki, bunu Allah, bunu başqası verdi. Vəsvəsə gətirir sənə. Cürbəcü fikirlər. Nemət gəlir, xüsusən də çox böyük nemətlər olanda insan çaşbaş qalır. Bilmir kimə nisbət eləsin. Öz bacarığına, öz fərasətinə, öz qüvvətinə, yoxsa Allaha. Ona görə ən birinci məqamı nisbət, etiqad etməlisən ki, verən Allah idi. Daxildə inancın bu olmalıdır, etiqadın verən Allah təbaraka və teala idi. Hətta şükür edənlərdən sayılırsan. İkinci, dillə olur. Yəni, dildən nemət gələndən sonra deməlisən ki, əlhəmdülillah. Əlhəmdülillah. Yəni, həmd etməlisən Allah dillə. Hətta şükür edən sayılasan. Və dillə şükür etməyin özünün 3 mərtəbəsi var. Dillə şükür etməyin özünün 3 mərtəbəsi var. Birinci, deyirsən ki, Allahım sən verdin. Dillə də ifadə edirsən bunu. Deyirsən ki, ikinci, Allahım həmd olsun sənə buna görə. Və üçüncü də o nemətin gəlməsinə kim səbəb olubsa, ona təşəkkür edirsən. Necə? Biri səni mini alıb, maşın, mini. Qardaş alıb, hədiyyə eləyib. Nemət verən Allahdır. Lakin bu qardaş səbəb olub. Allah Taala o qardaşın qəlbinə salıb, ilham edib, qəlbinə salıb və o qardaş sənə mini alıb. Misal üçün. Və ya başqa hər hansı bir şey. O qardaş səbəb olubsa nemətin gəlməsinə, sən o qardaşa təşəkkür etməlisən, o insana. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Lə yəşkurilləhə mən lə yəşkurinnəs. Allaha, yəni insanlara şükür etməyən, təşəkkür etməyən Allaha şükür edən olmaz. Allaha şükür edə bilməz. Ona görə bu hədis də öyrədir ki, bizə mütləq kim səbəb olubsa ona təşəkkür etməlisən. Hətta təhqiq olsun ki, sən şükür edənlərdənsən, səadətə uğrayanlardansan. Bu dünyada və axirətdə. Dillə bu cür olur. Və üçüncüsü, qardaşlar, yəni məqamı bədən üzvlərindən olur. Şükür etmək Allaha. Necə? Yəni nə qədər namaz qılırsan, oruç tutursan, sədəqə verirsən, yəni bədən üzvlərindən zahirdə olan hər bir şey sənin Allaha şükür etməyindir. Sənin Allaha şükür etməyindir. Namaz qılırsansa, sən artıq Allaha şükür edirsən. O əməlindən. Qohumlarla əlaqən saxlayırsansa, artıq Allaha şükür edirsən. Valideynlərə yaxşılıq edirsənsə, bu şükürdür Allaha. Bu Allaha şükürdür. Üçüncü məqamı da hansı ki, bədən üzvlərindən olur. Və bu 3 şey, qardaşlar, təhqiq olarsa, nemətdən sonra sən şükür edənlərdən sayılırsan. Yoxsa sən şükür edən deyilsən. Etiqad etsən, bədən üzvləri var. Dildən əlhamdülillah demirsən. Nədir? Şükür edən sayılmırsan sən. Və bu 3 orqanda, yəni 3 əzada da dayanmalıdır bunlar. Şükür bu cür olur.
Hətta xoşbəxtlərdən olasan deyə. Yəni, çünki xoşbəxtliyin, səadətin ünvanıdır bu. Nemətə gələndə şükür etmək. Və ikincisi, buyurdum ki, yəni qeyd etdim ki, xoşbəxtliyin ünvanı ikincisi bəladan sonra, yəni gələn bəlaya, imtihana səbr etmək. İmtihana səbr etmək, qardaşlar. Bu dünyada ya xeyirdir, ya da şər. Yəni imtihan, yəni bəlalar qarşılaşırıq. Bəlalar imtihandır. Fitnə, şərdir. Səbr etməlisən. Həmçinin eyni məqamda xeyir də sənə şərdir. İmtihandır. Yəni xeyir də sənə imtihandır daha doğrusu. Xeyir fitnədir sənə. Necə insan sual verə bilər ki, xeyir niyə sənin üçün imtihan olsun? Yəni xeyir niyə sənin üçün bəla olsun? Şər aydındır. Xeyir də imtihan edir Allah Teala bizi. Cavab bəli. Allah Təbaraka və Teala buyurur: "Və nəblukum biş-şerri vel-xeyri fitnə." Biz sizi xeyir və şərlə imtihana çəkirik. Aydındır? Xeyir və şərlə. Yəni şərlə imtihana çəkdiyi kimi Allah Teala səni xeyirlə də imtihana çəkir. Və başqa ayədə buyurur ki, Allah Təbaraka və Teala: "Və əlləv istəqamu alə't-tariqa ləsqeynəhum ma'an ghadaqa." Əgər onlar düz yolda olsaydılar, yəni İslamla getsəydilər, biz onlara bol-bol yağış endirərdik. Linəftinəhum fihi, onları imtihan etmək üçün. Fikir verin, yağış nemətdir. Xeyirdir, bol, ruzidir. Nəyə görə verib Allah Teala? Deyir, imtihan etmək üçün deyir. Linəftinəhum fihi, onunla onları imtihan elə. Yəni xeyir də imtihandır Allah tərəfindən sənə. Lakin şər xeyir, imtihandır. İkisinə də səbr etməlisən. Ən dəhşətli səbir, ən çətin səbir bəlaya olur yoxsa xeyrə? Xeyrə olur, xeyrə çətin də eləmək səbir. Necə? Yəni insan, Allah qorusun, malı yoxdur, var dövləti, imkanı, ruzilənməyib, səbr edir haramlara. Allah Teala ruzi verir ona, ruzisini artırır, o gələn xeyri, nemətə səbr edə bilmir, haramlara sərf eləyir. Aydın oldu? Yəni gələn nemətə səbr edə bilməyib adam. Yəni, nemətdən qabaq səbr edənlərdən idi. Nemətdən qabaq səbr edənlərdən idi. Səbr edirdi. Necə lazımdır? Və nemət gəlir, xeyr, bol-bol ruzi, səbr edə bilmir, tab gətirmir. Ona görə səhabələr, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında deyirdilər ki, "İbtulinə bid-darra fəsəbərnə." Çətinliyə, yəni, çətin anlarda bəlalarla imtihan olunduq, səbr etdik. Və butulinə bis-sarra, sevincək halımızda imtihan olundu, fələm nasbib deyir. Səbr edəmədik deyir. Aydındır, səbr edəmədilər. Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında. Ona görə, yəni nemətə səbr etmək, qardaşlar, xeyrə səbr etmək ən çətin səbirdir. Bəlaya səbir belədir ki, bəzən insan əlacsız qalıb səbr eləyir. Başqa çıxış yolu yoxdur. Nə etməlisən? Səbr etməlisən. Misal üçün, gedmirsən, ayağının üstündən maşın keçib. Bəla. Variantın yoxdur, səbr etməlisən. Başqa heç eləmirsən. Məcbur edirsən səbri. Aydındır. Və ya hansısa bir müsibətlə üzləşmirsən. Yoxdur əlacı səbirdən başqa. Yəni, səbr edirsən əlacsızlıqdan. Amma nemətə səbr etmək, qardaşlar, yəni birinciyə əksər insanlar səbr edirlər. Amma nemətə, xeyrə səbr etmək Allahın xas seçdiyi bəndələridir. Alimlər xüsusən. Salihlər də ona, yəni hər adam nemətə, xeyrə səbr edə bilmir. Ona görə səbr etmək üçün nə eləməlisən, qardaş? İlk mərtəbəsi dilivi şikayətdən saxlamalısan. Yəni bəla gələndə səbr etmək üçün, səbr necə olur? Birincisi, dilivi şikayətdən saxlayırsan. Yəni şikayət eləmirsən. Yəni kimə yəni bəlanı verən, qardaşlar, yəni səni imtihan edən kim idi? Allah. Allah imtihan edib səni. Sən Allahdan kimə şikayət edirsən? Kimə şikayət etməlisən sən? İmtihan edən Allah idi. İnsanlara, ay belə oldu, ay belə olmamalıydı, ay niyə bu oldu, ay kaş ki belə olmazdı. Kimə şikayətlənirsən? Allahın etdiyidir. Ona görə şikayəti saxlamaq lazım, şikayət etmək olmaz. Yəni bəla gələndə şikayət, dillə şikayət etmək olmaz, qardaşlar. Dilini saxlamalısan ki, o bəlaya, imtihana səbr edən sayılasan. Yoxsa səbr edən sayılmırsan. İkincisi də ki,
Ehtiqatda olur səbir, qəzəblənməmək. Qəzəblənməmək. Allah təbaraka və teala ən sevdiyin övladını alıb əlindən. Bəladır sənə, imtihan edib səni Allah Teala. Qəzəblənməməlisən. Çünki edən, öldürən Allahdır. Verən Allah idi, Allah təbaraka və teala vermişdi, elə də aldı. İstədiyi vaxtda alır. Aydındır? Qəzəblənməməlisən. Lakin sual çıxa bilər. Sual verilsə ki, yaxşı, bəs sevinmək lazım deyil. Allah Teala sənə bəla verib. İmtihan gəlib sənə, böyük imtihandır. Razı qalmalısan yoxsa yox? Hə? Vacibdir, müstəhəbdir? Yox, vacib deyil. Qəzəblənməmək vacibdir. Razı qalmaq, yəni bəla gəlib, Allah Teala ən sevdiyini övladı əlindən alıb, deyirsən ki, əlhamdülillah aldı. Həmd olsun Allah ki, Allah Teala övladımı əlimdən aldı. Vacibdir bu? Vacib deyil, müstəhəbdir. Müstəhəbdir bu. Bunu ham edə bilməz. Bunu ham edə bilməz, qardaşlar. Vacib olsa, etmirsən, günah idi sənə. Aydındır? Bu, xas Allah Teala'nın seçdiyi qulla yüksək məqamdır. Mərtəbədir bu. Bunu ham edə bilmir. Allah Teala səni imtihan edir, ən sevdiyin şey ilə həyatda. Sən deyirsən ki, əlhamdülillahi alə hədə. Buna görə Allah həmd olsun. Allahu akbar. Yəni, məqam çətindir. Yəni, çətin məqamdır bu. Bu vacib deyil, bu müstəhəbdir. Ona görə şikayətlənmək, bir də qəzəblənmək olmaz. Ehtiqatda. Yəni, dildə şikayətlənmir. Ona görə sələflərin birindən soruşurlar, başına gələn bəlaları, müsibətləri danışanda onu deyir ki, xəbər kimi danışıram, şikayət kimi yox. Aydındır? Qeyd eləyir. Başıma gələn müsibəti xəbər verirəm sənə, şikayət eləmirəm deyir. Yəni, şikayət kimi danışmamışam bunu sənə. Ona görə sələflərdən biri vallahi olub, 20 il bəlaya məruz qalıb xəstəliyə məruz qalıb, hansısa bir xəstəliyə, o xəstəliyi səbəbindən ölüb. Heç kimə danışmayıb. Ki, mən bu xəstəlikdəyəm. Gedib müalicə edəməyib. Qorxub ki, nədən qorxub? Danışaram, kiməsə bildirərəm, şikayət kimi çıxar Allaha. Yəni, Allah daha vermişdi. Yəni, mən də şikayət edirəm bu xəstəlik. Yəni, səbr edə bilmədim ki, bu xəstəlikdən də deyiblər, bu səbəblə də öldü deyir. Rahiməllah. Ona görə, yəni, insan bəlalara, nemətlərə, yəni, bunlar, qardaşlar, yəni, bunlar çox mühümdür. Yaxşı, səbr etmək vacibdir, vacib deyil. Səbr etməyin özü vacibdir. Necə? Quranda Allah təbaraka və teala nə qədər ayələrdə əmr edir. Fəsbir kəmə sabara ulul azmi minər rusul. Sən səbr et, ulul azm Rasulullah səbr etdiyi kimi. Fəsbir innə va'dallahi haqq. Sən səbr et, Allahın vədi haqdır. Fəsbir. Əmrlər bu formada nə qədərdir Allahın kitabında? Hamısı əmr gəlib, sən səbr et deyir Allah Teala. Ona görə əmrdirsə nədir? Vacibdir, səbr etmək vacibdir. Və bu, qardaşlar, yəni xeyir və şər, yəni səbr etmək, bəlalara, həmçə xeyirlərə, nimətlərə səbr etmək xoşbəxtliyin ünvanıdır, qardaşlar. Xoşbəxtliyin ünvanıdır. Və üçüncüsü, necə qeyd etdim, üçüncü səadətin ünvanı hər edilən günahdan sonra istiğfar diləmək. Ona görə alimlər buyurur ki, mən ləm yəstəğfir fəleysə bisəid. İstiğfar diləməyən xoşbəxt ola bilməz. Arkadaşlar, hər birimiz yəni günahdan xali deyilik. Elə deyil. Günahsız var aramızda. Yoxdur. Yəni günahdan xali deyilik. Hər birimiz günah edirik. Lakin ən xoşbəxt insan, yəni günahdan sonra tövbə edən, əstəğfirullah deyəndir, yarhamukallah. Günahdan sonra əstəğfirullah eləyəndir. Qardaşlar, vallahi mən bunu dəfələrlə dərslərimdə qeyd etmişəm ki, hər günahdan sonra, hər adam, hər etdiyi günahdan sonra tövbə edə bilmir. Bunu yadda saxlayırsınız bir qayda kimi. Kimlər edir? Kimə ki Allah subhanahu və teala xeyr istəyir, Allah Teala onun qəlbinə, ona ilham edir ki, ona örgədir ki, ona bəxş edir ki, get tövbə elə, istiğfar elə. Salır onun qəlbinə. Görmürsünüz, nə qədər insanlar var, günah edirlər, xatirlərinə belə gəlmir ki, gedim axşam istiğfar diləyim Allahdan. Gəlmir, var belə insanlar, vallahi gəlmir. Bütün gün günah edir.
və xatirinə gəlmir. Sənin xatirivə gəlməyin Allahdan sənə verilən ən böyük nemətlərdəndir, qardaşlar. Çünki Allah Taala sənə xeyr istəyir ki, sən etdiyin günahdan sonra sənə tövbəni yada salır, istiğfarı. Və sən də gedib istiğfar edirsən. Bu elə-belə məqam deyil, qardaşlar. Kimə verilibsə, kimə bəxş olunubsa, ən böyük nemətlərdən verilib ona. Nə qədər insan, hətta bəzi insanlar var, günah edir, deyəndə ki, tövbə elə, nə deyir? Günah etməmişəm, mən günah etməmişəm, mən də tövbə edeyim. Narahat olur buna. Yəni, bu insan bilmir, əslən günah nədir? Ona görə günah edir. Müsəlmanın qəlbi daima günah etdikdən sonra sıxılır, qardaşlar. Narahat. Bax, bu sıxılmaq, narahatçılıq özündə günahdan sonra hiss etsən, nəyin əlamətidir? Yaxşı yoxsa pis? Yaxşı əlamətidir. Yəni, bu sənə, xeyirdir sənə. Sıxılmağı. Yəni, sən bilirsən ki, Rəbbivə asi olmasa, narahat olmasan içərdə. Adam var, ruhu belə incimir. Ruhu belə söyüş döyür, qeybət edir, nəmmamlıq edir, içki içir, heç nə hiss eləmir. Bu hiss etməmək bədbəxtçiliyin əlamətidir. Çünki hiss etmir, artıq tövbə eləməyəcək. Narahat olan eləyir tövbəni. Narahat olan tövbə eləyir, gedir, əstəğfirullah edir. Abu Bakr radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi ve sellemdən sonra yeryüzündə ən əfsəl insan idi. Namazın axırında, təşəhhüddən, salavatdan sonra, salamlardan qabaq dua edir Allaha namazlarında. Allahümmə inni zaləmtu nəfsi zulmən kəsiran. Allahım, nəfsimə çox zülm etdim. Və lə yəğfiru zunubə illə ənt. Səndən başqa günahları bağışlayan yoxdur. Bu duanı edirdi Abu Bakr radiyallahu anhu. Yəni ki, öz nəfsimə çox zülm etdim. Abu Bakr bu duanı eləyirdi, biz də gələk bu duanı eləyək, qardaşlar. Daha çox eləməliyik. Yəni, biz daha çox nəfsimizə zülm etmişik. Ona görə istiğfar, günahdan sonra tövbə eləyən xoşbəxt insandır, qardaşlar. Səadətin ünvanıdır, alimlər deyir. Bir mənalı olaraq. Günahdan sonra tövbə eləyən xoşbəxtliyin əlamətidir. Ona görə necə səhv eləmirəmsə İbn Teymiyyə və İbn Qeyyim deyir, ikisindən biri deyir ki, rahiməhullah, bəzən insan günahdan sonra elə tövbə edir ki, şeytan xəbis deyir ki, kaş ki onu o günaha salmazdım. Kaş ki onu o günaha salmazdım. O belə tövbə elədi. Aydın oldu məna? Yəni ki, bir növ peşman olur şeytan, iblis. Kaş ki bunu bu günaha salmazdım. Bu günahdan sonra ki o Rəbbinə necə tövbə elədi? Ona görə İbn Teymiyyə rahimehullah buyurur ki, tövbə edənlər fərqlənir. Tövbə var, səni neçə il aparır? Tövbə var səni 10 gün aparır, tövbə var səni 5 gün aparır. Tövbə var səni ölənə qədər, son nəfəsə kimi aparır. Yəni tövbənin gücü var, qardaşlar. Ona görə sələflər deyirdilər ki, tövbədən sonra 1 il gözləyirdim, baxırdım. 1 ilə qədər tövbəmi pozmamışamsa, artıq bilirdim ki, nasuh tövbələrdən eləmişəm. Hansı ki, Allah Teala buyurur ki, Ya eyyuhəllezine amenu tubu ilallahi tövbətən nasuha. Ey iman gətirənlər, Allaha nasuh tövbə eləyin, səmimi, sadiq tövbə eləyin. Və 1 ilə qədər deyə sadiq qalsaydım, bilərdim ki, nasuh tövbədir. Yəni 1 ilə kimi arada tövbəmi pozsaydım, bilərdim ki, yəni səmimi tövbə eləməmişəm. Ona görə tövbə var səni, yəni insan ümumiyyətlə şahidi olmuşsunuz. Hidayətə gələnlər fərqlənir, qardaşlar. Hamınız şahidi olmuşsunuz. Adam var, elə hidayətə gəlir ki, elə tövbəyə, yəni tövbə edib bütün hər şeydən qurtarır. Vallahi, görürsən ki, birdən biri oldu hamısı. Yəni 15 ildir, 20 ildir pis işlər eləyən adam, söyüş söyləyən adam, yəni oğurluq eləyən adam, yəni nə qədər günahlarla məşğul olan adam bir anın içərisində əstəğfirullah, hidayətinlə, yəni tövbəsinlə hər şeyini atır. Var, yoxdur. Var belə insanlar. Amma adam var, tövbə eləyir, gəlir İslama. Bir müddət hələm siqareti ata bilmir. Bir müddət hələm yalanı tərk edə bilmir. Yəni tövbəsinin qüvvəti aparmayıb onu. Yəni tövbəsinin gücü çatmayıb ona. Ona görə tövbə edənlər fərqlənir bu mənada, qardaşlar. Aydındır? Adam var, tövbəsi vurur hamısını. Bir mənalı aparır. Yəni, hər şeydən uzaqlaşır. Hər şeyi tərk edir. Yəni, etdiyi tövbə ilə. Adam var, etdiyi tövbəsi ilə müəyyən şeylər hələm onu qalıb onda.
Ona görə fərqlənirlər bunlar. Ona görə elə tövbə eləmək lazımdır ki, qardaşlar, nasuh olsun. Yəni, tövbə, yəni Allah təbarəkə və teala sevir o qulunu, razı qalır. İnnəllah yuhibbu təvvabin. İnnəllah yuhibbu təvvabin. Necə ki, alimlər deyir, necə ki, hətta ayələrdə gəlib ki, Allah Teala yəni tövbə edənləri və təmizlənənləri sevir. Tövbə edənləri sevir Allah təbarəkə və teala. Allah Teala qulunun etdiyi tövbəyə sevinir, qardaşlar. Sevinir, fərəhlənir Allah təbarəkə və teala. Allahın kim ki isimlərini örgənsə və isimlərinin mənasını bilsə, görər ki, Allah Teala öz qullarına qarşı nə qədər rəhimlidir. Allah Teala'nın isimlərindən biri də qardaşlar Həlimdir. Həlim ismi. Həlim isminin mənası odur ki, Allah Teala qullarına etdiyi günahlardan sonra dərhal cəza vermir. Dərhal cəza vermir. Günahlar edirlər, gecə-gündüz Allaha asi olurlar, Allah Teala onlara qarşı həlimdir, mərhəmətlidir, rəhimlidir, raufdur. Əgər Allah Teala onların etdiyi günahlara görə başa-baş cəza versəydi, müqabilində etdiyi günahların cəza versəydi, yer üzündə bir canlı tapmazdın. Bir canlı tapmazdın. Gör Allah Teala qullarına qarşı nə qədər rəhimlidir. Yəni onlar, qulları Allaha nankordurlar, şükür etmirlər, ibadət etmirlər, boyun əymirlər. Allah Teala onlara möhlət verir. Möhlət verir, uzadır vaxtlarını. Yəni möhlət verir ki, həlimdir, öz quluna qarşı birdən qaydar. Birdən qaydar, yəni Allah Teala'nın qardaşı isimlərinlə olunan ibadət ən əfsəl ibadətdir. Ona görə yəni Allah Teala'nın isimlərini öyrənib, Allahın isimlərindən daha güclü ibadət eləmək lazımdır. Ona görə bu istiğfardan sonra, günahdan sonra istiğfar diləmək səadətin ünvanıdır. Və bu üç şey, sən bu üç şeydən qırağa çıxmırsan. Ya nemət, ya imtihan olunursan, ya da günah edirsən həyatda. Və xoşbəxt olmaq istəyirsənsə bu dünyada və axirətdə mütləq nemətə şükür, bəlaya səbir, günahdan sonra istiğfar diləməlisən. Və Allah təbarəkə və teala istəyirəm ki, yəni bura gələn bütün qardaşları və həmçinin eşidən bütün, yəni dərsi eşidən bütün qardaşlar, bacıları, yəni bizim hamımızı, yəni gələn nemətə şükür edənlərdən və gələn bəlaya səbir edənlərdən və günah etdikdən sonra istiğfar diləyənlərdən etsin. Həqiqətən Allah Teala buna qadirdir. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi ecmaîn. Bu qədər qardaşlar. İxlasla.com saytı tərəfindən təqdim olundu.